Xoşbəxt və sağlam yaşamaq hamımızın haqqıdır. Buna görə də 24 saat çalışan HB Güvən Klinikası sizin xidmətinizdədir. Klinikamız tibbin bütün sahələri üzrə yüksək səviyyədə keyfiyyətli xidmətlə çalışır. Mərkəzimiz dünya standartlarına uyğun cihaz və reaktivlər istifadə olunmaqla və yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə əhaliyə tibbi xidmət göstərir. Cərrahiyyə, laboratoriya, 24 saat pediatrik xidmət, check-up proqramları ilə sizin xidmətinizdəyik. Təcrübəli həkimlərimiz həmişə sizə kömək etməyə hazırdılar. Sağlamlığınız güvənli əllərdədir. Atatürk prospekti 3078. Telefon 012 436 1496. Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Yenidən sağlıqlı da xoş gördük hər birinizi. Mövzumuza keçməmişdən öncə nəzərinizə bir məlumat çatdırım. Xoşbəxt və sağlam yaşamaq hamımızın haqqıdır. Buna görə də 24 saat fəaliyyət göstərən HB Güvən Klinik sizin xidmətinizdədir. Klinika tibbin bütün sahələri üzrə yüksək səviyyədə keyfiyyətli xidmətlə çalışır. Mərkəzdə dünya standartlarına uyğun cihaz və reaktivlər istifadə olunmaqla və yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə əhaliyə tibbi xidmət göstərilir. Cərrahiyyə, laboratoriya, 24 saat pediatrik xidmət, check-up proqramları ilə sizin xidmətinizdədir. Təcrübəli həkimlər sizə kömək etməyə həmişə hazırdılar. Güvən Klinik Atatürk prospekti 30-78-də yerləşir. Sağlamlığınız güvənli əllərdədir. Sağlam gələcək, bizimlə gələcək. Bax, belə elə həkimlərimiz də həmin Güvən Klinikanın həkimləridir. Təqdim etmək istərdim. Deməli, anesteziolog, uzman doktor Kahraman Seyfidarov və nevropatolog Ramil Əfəndiyev. Və bizim bugünkü mövzumuz üz və baş ağrılarına həsr olunub. Xoş gəlmişsiniz studiyamıza. Baş ağrısı nədir? Bu sualdan başlayaq. Baş ağrıları əhali arasında ən geniş yayılmış bir xəstəlikdir. Demək olar ki, ömründə bir dəfə də olsun baş ağrısına rastlaşmayan bir xəstəlik yoxdur. Bəziləri bu çox güclü olur. Xəstə həyat və iş həyatını davam etdirməmək halına gəlir. Bəzən isə çox zəif olur. Sadə bir ağrı kəsici ilə bu aradan qalxır. Ümumiyyətlə, baş ağrıları iki yerə bölünür. Primer baş ağrıları, sekonder baş ağrıları. Primer baş ağrılarına migren, ən çox yayılanı, gərginlik baş ağrıları, klöster baş ağrıları və digər baş ağrılar aiddir. Sekonder baş ağrılar isə orqanik bir xəstəliklərə bağlı olaraq bir baş ağrılardır. Biz baş ağrılarının diaqnostikası ümumiyyətlə necə aparılır? Ümumiyyətlə, baş ağrılarının diaqnostikasında ön növbədə birinci yaxşı bir anamnez toplamaq, xəstəni səbirlə xəstəni dinləmək lazımdır. Anamnez topladığımız zaman fikir verdiyimiz parametrlər, başlanğıc yaşı, yeri, sıxılığı, ağrının şiddəti, xarakteristikası çox önəmlidir. İkinci müayinə genel bir nevroloji müayinədir. Ümumiyyətlə, primer baş ağrılarında genel nevroloji müayinə adətən normal olur. Üçüncüsü, bir beyin patoloji ocağı varmı, yoxmu, ona baxmaq üçün bir radioloji, tomografiya, MRT çəkilir və xəstənin durumuna görə qiymətlənilir. Ancaq ən əsas primer baş ağrılarında ön növbədə anamnez çox önəmlidir. Ümumiyyətlə, baş ağrılarının səbəbləri nələr ola bilər? Baş ağrılarının, ümumiyyətlə, birinci növbədə yenə dediyim kimi, primer baş ağrılarının səbəbləri anamnez toplayaraq bu migrendimi, gərginlikdimi, kümə baş ağrısıdırmı və yaxud da digər primer baş ağrıdırmı, bunu bilmək lazımdır. Bəzən bu migren tipli, məsəl üçün, baş ağrıları ən geniş yayılmış baş ağrılardır. Bu baş ağrıların demək olar ki, çoxsunun səbəbi məlum deyil. Bəzən bu aural olur, aurasız olur, menstrual migren olur. Yəni, menstruasiya siklindən 2 gün əvvəl, 2 gün sonra şiddətli dözülməz ağrılar olur və ataqların 90%-i menstruasiya zamanı olur. Ağrı olduğu zaman da xəstələrdə gözlərinə demək, işıq çaxmalar görsənir. Sonra somatosensorial duyğusudur. Qollarında, ayaqlarında uyuşma, keyləşmə olur. Amma adətən çox vaxt bizə gələn xəstələrin çox hissəsi aurasız migrendir. Mən Kahraman bəyə sual vermək istəyərdim ki, bax, gərginlik, yəni tipli baş ağrıları nədir? Gerilim tipi baş ağrıları Doktor Bey'in anlattığı gibi en sık baş ağrılarından birisidir. Genelde 20 yaş civarında olmaktadır ve bayanlarda daha sık görülür gerilim tip baş ağrısı ve 50 yaşlarda her iki erkekte de bayanlarda da azalmaktadır gerilim tip baş ağrısı. Gerilim tip baş ağrısı kronik tip
tipte ikiye bölüyoruz ve tekrarlayıcı tipte olur. Ondan sebepleri de genelde psikososyal stres çok önemlidir. Çalıştığı iş ortamı, ailesel durum, hastanın psikolojik durumu, psikiyatrik durumu çok önemlidir. Ve mesleki şartlar çok önemlidir. Çünkü boyun ağrılarından bazen boyundaki vertebralardan kaynaklanan baş ağrısına sebep olmaktadır veyahut da sinüzitte. Onun için ilk önce iyi bir anamnez yapıyoruz. Hastaları iyi anamnez sorguluyoruz. Çalıştığı ortam, işte ailesel durumu, işte bu arada işte psikolojik durumunda inceliyoruz hastanın. Ve daha sonra biz işte gerek duyduğumuzda radyolojik işte görüntülemelere başvuruyoruz. Yəni bu gərginlik tipli baş ağrılarının da bir müxtəlif səbəbləri var və onun da diaqnostikasını bu cür anonimə toplayarak evet. Ondan sonra işte muayene de çok önemlidir. Tabii ki özellikle gerilim tipi baş ağrılarında parakranyal dediğimiz bu başın çevresindeki kaslarda çok gergin olur. Muayenesinde o kaslarda tetik nokta dediğimiz spazmlar mevcuttur. Özellikle işte boyundan kaynaklanan şeyler, bunu çok sık rastlamaktayız bu tür şeylere. Yəni bir çox səbəblər ola bilər. Evet, Bu cür ağrıların bir çox səbəblər olar. Bəs əgər müayinə edərsiniz, aşkarlanarsa hər hansısa bir səbəbdən, müalicəsini necə aparırsınız? Muayenesi ilk başta tedavisini zaten direkt biz non-steroid anti-inflamatuar ilaç dediğimiz ağrı kesici ilaçlardan başlıyoruz. İlk önce zayıf parastamol türevi ilaçlardan, ondan sonra işte aspirin, metamizol dediğimiz bazı daha kuvvetli ilaçlar vardır. Tetik noktalara yönelik özellikle biz tetik noktalara lokal anestezik, steroid enjeksiyonu yaparak oradaki kasları gevşetiyoruz. Onun yanında da biz antidepresan ilaçlar veriyoruz. Gerektiğinde bazen ısı uygulamaları çok işe yarıyor, fizik tedavi. Eğer psikolojik bir sorunu varsa hastanın psikiyatriden danışmanlık da istiyoruz. O tür şeylerde fayda görmektedir hastalardan. Ramil bəy, bayaqları miqrenindən danışdı. İstərdim davam edək bu mövzumuzu. Ümumiyyətlə migren nədir? Nəyin nəticəsində yaranan bir xəstəlikdir və diaqnozu necə qoyulur? Migren primer baş ağrıları içərisində ən geniş yayılmış bir xəstəlikdir. Daha çox da cinsiyyət baxımından desək, ən çox qadınlarda olur. Adətən başlanğıc yaşı gənc yaşlarda başlayır, xüsusən də çocuklarda tam gənc yaşda başlayır və 40-50 yaşa qədər davam edir. Migren bir xroniki xəstəlikdir. Bu migrenin diaqnozu ancaq və ancaq anamnez vasitəsilə qoyulur. Və bu necə baş ağrısıdır? Bir tərəflidir, çox vaxt. Çox nadirən iki tərəfli olur. Ağrının xarakteri, ürək kimi döyülən ağrıdır. Hansı hissəsində müşahidə olur, yoxsa fərq etmir o? Daha çox bir tərəfli, ən çox da bölgə olaraq göstərsə, ən çox da ənsə, alın və gicgah nahiyədə. Ən çox olan yeri oradır. Çox şiddətli ağrıdır, həddindən artıq çox şiddətli ağrıdır. Baş ağrısı olduğu zaman xəstə ürək bulanma, qusma, işıqdan, səsdən rahatsız olma, sakit qaranlıq yer istəyir. O dərəcə şiddətli ağrıyır ki, həmin vaxtı otaqda heç kimin tam sakitdir, heç kim hərəkət etməməsini istəyir. Və bu ağrıları görə çoxlu ağrı kəsicilər qəbul edir. Amma adətən bu ağrı kəsicilər ilk dönəmlər fayda görür, ancaq sonra fayda görmür. Və bu xroniki xəstəlikdir. Burada diaqnoz olaraq desək, ancaq anamnez vasitəsilə qoyulur. İstər laborator analizlər, istər nevroloji görüntüsü, istər radioloji görüntüsü, bunlar tam normal olur. Bunlar ancaq anamnez, sadəcə səbirlə xəstəyə axıra qədər dinləyib və ailə anamnezi şərtdir. Çünki migren ailəvi bir xəstəlikdir. Əgər övladında varsa da ata-ana xəttində də bir nəfər də hökmən olmalıdır. Və bunun vasitəsilə diaqnoz qoyuruq. Ən çox da bu bölümü olaraq auralı və aurasız olur. Aura olduğu zaman demək, yenə bayaq dediyimiz kimi
görsəl simptomlar daha çox ön planda olur. Aurasız oldu, ancaq bizə gələn xəstələrin çoxusu aurasız miqrendir. Və bu formada anamnez şəkildə diqqətlə qulaq asıb diaqnoz qoyuruq. Demək ki, digər müayinələrin demək olar ki, faydası, nəticəsi olmur, yalnız anamnez vasitəsilə. Ancaq aşkarlanarsa əgər bu xəstəlik necə müalicəsini necə aparırsınız? Migren xəstəliyin müalicəsi bütün bu baş ağrısı, Beynəlxalq Baş Ağrısı Dərnəyi var. Onun standartları var. Onun protokolu nədir? Protokol ki, birincisi migren müalicəsində ən əsas önəmli 2 müalicəsi var. Var qoruyucu müalicə, var ağrı müalicəsi. Qoruyucu müalicə nədir? Qoruyucu müalicə odur ki, bu ağrının sıxlığını və şiddətini azaldır. Qoruyucu müalicə budur. Qoruyucu müalicədə müxtəlif dərmanlar, beta blokatorlar, antidepressionlar, analjezik antiinflamatorların özləri, kalsium kanal blokatorları, antiepileptikdən istifadə olunur. Atak müalicəsi var, hansı ki şiddətli ağrı zamanı. Şiddətli ağrı zamanı ilk öncə biz xəstəyə qeyri-steroid preparat veririk. Ondan fayda görmürsə, özünün xüsusi dərmanlar var. Triptan qrupu, forovatriptan, sumatriptan. Bu qrupdan olan dərmanlarla tam müalicə götürür. Ancaq migren tam 40-50 yaşa qədər tam getməz. Sadəcə olaraq ayda bir dəfə olur. Tam gedən xəstəlik deyil, xroniki xəstəlikdir. Cavan yaşdan başlayar, 40-50 yaşa qədər davam edir və ayda bir dəfə olar. Yəni, əsas məqsədimiz odur. Və olduğu zamanda çox zəif və özün xüsusi dediyim dərman içən kimi keçməsi lazım. Yəni, müalicəsi budur. Əsas. Çox gözəl. Karaman bəy, bax, migren və gərginlik baş ağrılarından başqa digər hansı növ baş ağrılarına rast gəlmək olur? Genelde nevraljiler dediğimiz özellikle bu trigeminal nevraljiler çok sık rastlamaktayız. Oksipital bölgede, yani enseden başlayan ağrılarda bu oksipital nevraljiler çok sık rastlıyoruz bu tür şeylere. Burada da hasta geldiğinde bize böyle elektrik çakar gibi, böyle bazen iğne gibi karıncalanma, uyuşma ve hatta yanma hissediyor yüzünde özellikle. Veyahut da işte diş hekimine gitmiş, diş çektirmiş, diş çektirdikten işte birkaç hafta sonra başlayan ve hatta geçmeyen, diş çekimi sonrası geçmeyen çeneden vurup yüzünde ve başına doğru vuran ağrılardan şikayetçi oluyor ki bu tür şeyler nevraljiler diyoruz. Bu tür nevraljilerde yine ilk başta iyi bir anamnez çok önemli. Anamnezden sonra muayene çok önemli. Özellikle burada muayenede o bölgeye dokunduğunuzda hatta allodini dediğimiz ağrıması gereken yerde ağrı hissediyor dokunmakla. Pamukla dokunduğumuzda bile orada uyuşukluk, böyle yanma hissi dokundu. Bazı hastalar nevraljiden dolayı tıraş bile olamıyorlar. Erkek hastalar tıraş bile yüzünü silemiyorlar bile. Dokundurmuyorlar çünkü. Çok şiddetli ağrılar olur. Bu tür şeylerde yine biz medikal tedaviden ilk başta başlıyoruz. Gerektiğimizde de bazı steroid enjeksiyonlardan fayda görüyor, lokal anesteziden fayda görüyor ve radyofrekans dediğimiz cihazla o sinire yönelik işlem yapmaktayız. Bu nevroloji dediğiniz baş ağrıları, ümumiyyətlə bunlar sinir sisteminin pozulmasına mı irəli gəlir, yoxsa necə? Sadece sinir sistemi değil, bu şeyde psikolojik çok etkisi vardır. Stres, dediğim gibi bu o çalıştığı ortam, ailesel ortam çok önemlidir. Yani bu sebeplerden. Evet, bu sebeplerde olabiliyor. Yani. Ramil bəy, bir sualım var ki, baş ağrıları arterial təzyiqin artması ilə yəni bir əlaqəsi ola bilərmi? Arterial təzyiqlə əlaqədar olan baş ağrılara biz hipertansif baş ağrıları deyirik. Bu baş ağrıların diaqnozu qoymaq üçün yenə xəstəyə diqqətlə müayinə edib, həqiqətən hipertansif baş ağrısı varmı? Bəli, əlaqəsi var. Arterial təzyiq baş ağrısı verə bilər. Amma hipertansif baş ağrısı diaqnozu qoymaq üçün xəstənin arterial təzyiq, xüsusən də diastolik təzyiq 110 mm civə üstü olması lazımdır. Bu xəstə problemə biz çox rastlaşırıq. Bəzən migrenli xəstələr də sənin təzyiqin var, ona görə başın ağrı bu məsələ var. Amma unutmaq lazım deyil ki, biz ona görə xəstələr dəfələrlə deyirik. Ağrıyan vaxtı deyil, ağrısız dönəmdə təzyiqin ölçün. Həmin vaxt təzyiq qalxıb bu, o vaxt. Və təzyiq tipli baş ağrılarının ən əsas xüsusiyyəti odur ki, baş ağrısına görə deyil, təzyiqə görə dərman verdiyimiz zaman baş ağrısı keçir. Bu çox önəmlidir biz tərəfdən. Bir də bu boyun osteoxondrozu. Bəli. Bu xəstəliyin başa ağrılar verməsi yəni ola bilərmi? Bəli, halları? Biz də baş ağrıları olan xəstələrə tez-tez boyun osteoxondrozu, bəli, verə bilər.
bu diaqnozla tez-tez rastlaşırıq. Yəni bu problem var. Boyun kirəzləşməsi deyirik biz buna. Boyunda gedən fərqli degenerativ dəyişikliklər orada sinirlərə təzyiq elədiyi zaman bu ağrılar verə bilər və bunun da ən əsas kliniki nədir? Kliniki odur ki, başın hərəkəti zamanı, xüsusən də boyun hərəkəti zamanı, önə, arxaya, sağa, sola hərəkət zamanı bu ağrılar, baş ağrıları qızıqlanıb ortaya çıxırsa, bu xəstələrdə artıq bəli, boyunla əlaqəli baş ağrısı deyirik və onun müalicəsi tərəfdən də əvvəl öndə medikal müalicə edirik, dərman müalicəsi edirik və çox şiddətli ağrı olduğu zaman qəhrəman doktor onun sinirlərin çıxdığı yerlər var. O şəkildə blokad edib invaziv metodlar edir. Qəhrəman bəy bu mövzunu davam elətdirsin. Evet, Bax, bu cür genelde işte, xəstələr olduqda nə edirsiniz? evet, yani zaten özellikle baş ağrısıyla gelen hastalarda Ramil Bey'in de dediği gibi boyun hareketiyle baş ağrısı çok şiddetleniyorsa burada boyundaki patolojilerden şüphelenmek gerekiyor ki biz orada işte muayene ediyoruz. Muayenede bazı dediğim gibi yine gerilim tipi baş ağrısında olduğu gibi servikojenik baş ağrılar dediğimiz işte orada spazm oluyor. Hareketle boyun hareketinde kısıtlılık oluyor. Öne eğdiğinde özellikle enseden başlayan ta başının tepesine kadar vuran ağrılar çok şiddetli. Bazen de her iki taraf kola dahi vuruyor yani. Orada biz işte yine radyolojiden destek alıyoruz. Diagnostik olarak yani direkt grafiden tomografiye kadar işte MR'a kadar destek alıyoruz. Orada herhangi patoloji olup olmadığına bakıyoruz. Osteokondroz, kireçlenme dediğimiz bu tür şeyler, oradaki sinirlere bası veyahut da en basitinden yaptığı meslekten çalıştığı ortamdan dolayı pozisyonlarda boynun uzun süre aynı pozisyonda kalmasından dolayı orada spazm oluyor. İlk önce sadece boynunda oluyor. Daha sonraki zamanda kronik dönemde baş ağrısına dahi oluyor yani. Bu tür durumlarda yine tanı konulduktan sonra o bölge analjeziklerin yanında o bölgeye bazı girişimsel işlemler, minimal invazif işlemlerimiz vardır. İğneyle girip oradaki eklemlerin o eklem bölgesine steroid enjeksiyonu yapıyoruz. Ve hastalar bir hafta, 2 hafta sonra şikayetlerin geçtiğini görüyoruz yani. Belə mən sizə təşəkkürlərimi bildirirəm. Çox sağ olun, studiyamıza gəldiniz, məlumat verdiniz. Tamaşaçılarımıza xatırlatmaq istəyirəm ki, biz baş ağrıları haqqında danışdıq və studiyamızın qonaqları HP Güvən Klinikasının həkimləri uzman doktor Kahraman Seyfidarov və nevropatoloq Ramil Əfəndiyevdir. Və sonda isə anonsu yenidən sizin nəzərinizə çatdırmaq istərdim. Xoşbəxt və sağlam yaşamaq hamımızın haqqıdır. Buna görə də 24 saat fəaliyyət göstərən HP Güvən Klinik sizin xidmətinizdədir. Klinika tibbin bütün sahələri üzrə yüksək səviyyədə keyfiyyətli xidmətlə çalışır. Mərkəzdə dünya standartlarına uyğun cihaz və reaktivlər istifadə olunmaqla və yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə əhaliyə tibbi xidmət göstərilir. Cərrahiyyə, laboratoriya, 24 saat pediatrik xidmət, check-up proqramları ilə sizin xidmətinizdədir. Təcrübəli həkimlər sizə kömək etməyə həmişə hazırdılar. Güvən Klinik Atatürk Prospekti 30-78-də yerləşir. Sağlamlığınız güvənli əllərdədir. Sağlam gələcək bizimlə gələcək. Bax belə, tamaşaçılar, bugünlük bu qədər. Sabah